Buyurur ki, gözlüyü Peyğəmbərə deyir ki, cəmaata desin. Gözlüyü başqalarının əlində olan şeylərə dikmə. Onlara görə narahat olma. Fikrini başqalarının əlində olanlara yönəltmə. Qol qanadı möminlər üçün aç. Zəngin adamların pulunu sayma. Mütəzəddəb düşüb. Kişi deyirdilər, kişinin pulunu saymaz. Qabaq kişilər deyərdi. İndi otururlar, onun filan maşını hardan alıb, bunu filan. Ay qardaş, sən nə işin var sən fikrini, cəmaatın pulunu saymağa yönəldirsən? Deyir, gözünü zilləmə, yəni fikrini ilişdirmə cəmaatın sərvətində. Paxıllıq gətirəcək, həsrət gətirəcək, tamahkarlıq gətirəcək. Fikrini azad elə belə şeylərdən. Qəribə bir şeydir, Quranda bir psixoloji məqama işarə edir. Bunu keçmişdə də sizə demişəm. Məsələn, adam var, sərgidə maşına baxır, çox onu cəlb eləmir. Amma qonşu alanda həmin maşını onu başlayır cəlb eləmək. Quran deyib, başqalarının əlində olana fikir vermə. İncə bir psixoloji məqamdır. Həmin dünya malı boş qalıb onu cəlb eləmir. Onun əlində olanda, deyir, niyə qonşuda var? Paxıllıq hissi gəlir. O xüsusi bir insana mənfi təsir göstərir. Keçən dəfə demişəm, əleyhissalam deyir ki, birindən xeyir intizarındasansa, onun haqqında pis şey fikirləşmə. Necə? Məsələn, deyim, gedim filan kəsdən borc alım. Zəng gelirsən, götürmür, ürəyində söyürsən, bu da ki, çəkir özünü filan elir filan. Əleyhissalam deyir ki, xeyirdən qalarsan eləmə. Axı, mən ürəyimdə fikirləşdim, deyir, Allah hiss elətdirir ona. Görürsən, gəlir qapısına imkanın adamı, deyir, buna ürəyim yatmırdı, vermək istəmirəm. Onun fikri, düşüncəsi buna da təsir göstərir. Deyir, fikir bu qədərdir ki, sən onun haqqında düşündün, onun xəbəri yoxdur. Amma sənin fikrin səbəbi oldu ki, o sənə o kömək eləməsin. Özü də bilmədi onu, amma bu proses, yəni fikrin qüdrətindən danışır bu hədisdə. Kimin varı, dövləti var, vaxtıyla o pulla imtihan olunur. Pulla ki, pulu hara xərcləyəcək. Mən də kasıblıqla imtihan olunuram. Əsas o deyil, əsas budur ki, sənin Hüseynin var, sənin Allahın var. İmam Hüseyin ağa deyir ki, səni tapan nə itirib, səni itirən nəyi tapıb. Bir adam səni tapıbsa, nəyi itirib Allaha deyir. Balaca şey deyil, Allaha and olsun, böyük sərmayədir. Mən axır günlərdə bu hədis haqqında düşünməyə başlamışam, sözümü bitirirəm. Çox xoş gəlir adama. Deyir, İza əradəllah bi abdin xeyrən, qəzəfə fi qəlbihi hubbəl Hüseyn və hubbə ziyarəti. Deyir, Allah birinə xeyir iradəsində olsa, xeyir vermək istəsə, ürəyinə Hüseynin və ziyarətinin məhəbbətini salar. Öz-özümə deyirəm ki, deməli, ilahi, mənə xeyir vermək istəyirsən. Nəyimiz də olmasa biz İmam Hüseyni sevirik də. Qəbrinin ziyarətini də sevirik. Bir dəfə getmişik ziyarətinə, 2 dəfə getmişik, indi ürəyimiz dönür ki, yenə qismət olsun gedək. Bu deyir, balaca bir şey deyil. Sən deyib üstündən keçirsən, Allah deyir, İza əradəllah bi abdin xeyra. Deməli, səni seçib Allah. Bu məhəbbəti sənə veribsə, deyir, kimə Allah xeyir iradəsində olmasa, onun ürəyinə, Hüseynə qarşı kin salar və qəbrinin ziyarətini. Görürsən, adamlar var, özü oturub burada, biri gedir ziyarət edir, bu evində əsəbləşir. Ay qardaş, getmə də, yaxşı, niyə əsəbləşirsən? Yaxşı, bu şirk eləyirsən, niyə əsəbləşirsən? Şirkdə, müşrikdə o qədər müşrik var, bu da onlardan biridir. Niyə əsəbləşirsən? Niyə qızıqlanırsan? Bu deyir, bu belədir ki, Allahın bir bəlasıdır bu insan üçün. Allahın bir bəlasıdır ki, qəlbində nifrət var bu şeylərlə. Qəlbində kim var? Güya məsələn danışdırsan, deyəcək, mən günaha görə əsəbləşirəm. Qulağın dibində o qədər günah elirlər, heç vecivə deyil. Sən özün xəbərin yoxdur ki, sənin ürəyində fəzilətə qarşı kin yaranır. Deyir, kimə Allah xeyir iradəsində olsa, Allah ona Hüseynin məhəbbətini verər. Və bu da balaca şey deyir. Əhəbbəllah mən əhəbbə Hüseynən. Kim Hüseyni sevsə, Allah onu sevər. Görün, nə böyük sərmayə sahibi. Biz bunu görsək, başa düşsək, gedib bunun pulunu sayarıq. Deyərim, mən xoşbəxt adamam. Mənə nə lazımdır verib. Versə də ruzu da istəmək olar. Demirəm, istə, amma özünü öldürmə. Çox fikri yorma, məşğul eləmə bununla. O saat yazacaq ki, elə Hüseyni də versin, pul da versin də. Belələri də var. Mən demirəm ki, vacibdir. Onu da versin, kim versə nə üçündür? Onu verəndə nə üçün verir? Onun yolunda xərcləyəsən. İndi verməyibsən bu arzuda niyyətli ol, xərcləmiş kimsən. Mən sənə cavabı verib. Xərcləmiş kimsən də, sən bunu istəyirsən deyib, versin, xərcləyim. Allah deyir ki, elə versin, xərcləyim dedin, elə bil ki, xərcləmirsən. Versəm, xərcləməyəcəksən. Ya xərcləyib, bədbəxt olacaqsan.
Demişəm də keçən dəfə, adam var ki, bilir Allah ki, ona versə, xərcləyəcək din yolunda. Dəqiq bilir, amma vermir. Niyə? Bu ki, yaxşı iş görəcək. Yox, onu xərcləyəndən sonra belə bir fikir gələcək ki, din mənim çiynimdə yaşayır. İmam Hüseyndən sonra ikimizik, bir İmam Hüseyn, bir mən. Bu dini biz qorumuşuq. O fikrə görə, o fikrə, düşüncəyə görə görsən Allah o neyməti yetirmir insana.